Salam dəyərli izləyicilər. Keçən videoda MiG 2026 suallarını 23-ə qədər izah etmişdim. İndi isə yerdə qalan sualların izahını verəcəm. Kim yəni əvvələ baxmayıbsa, bundan əvvəlki videoda digər sualların izahı ilə tanış ola bilər. Deməli, 24-cü sualda qalmışdıq. 24-cü sual şərt operatoru ilə bağlıdır və birinci ifi yoxlayaq. A-nın qiyməti 36-dır. 36-nı 12-yə böləndə qalıq 0-a bərabərdirmi? Bəli, şərt ödəyir. Bilirik ki, if ödənibsə, elifə baxılmır. Bu else də elifə aid olduğu üçün buna da baxılmır. Biz daxil oluruq ifin içərisinə, C-ni hesablayırıq. 0-dır ilkin qiymət. Üzərinə də 1 gəlib 1 alırıq. Və içəridə bir if daha var. Bunda yoxlamalıyıq. A dəyişməyib, yenə də 36-dır. 36-nı 3-ə böləndə qalıq 0-dırmı? Bəli, ödəyir. C-nin üzərinə 2 gəlirik. C 1 idi, üzərinə 2-ni də gəlsək, C-ni 3 alırıq. Ancaq bu iflə bu if alt-alta if olduğuna görə biz buna baxmalıyıq. Yəni, elifə baxmasaq belə, əgər elifdən sonra if gəlirsə, bu ifə baxılmalıdır. Çünki bu alt-alta if olur. C-nin qiymətidir son və C-nin son qiyməti 3-dür. Yoxlayırıq ki, C-nin 3 qiymətini 3-ə böləndə qalıq 0-dırmı? Bəli, yenə ödəyir şərt. Ödədiyinə görə C-nin üzərinə 3 gəlirik. Yəni 3-ün üzərinə 3-ü gəlib 6 alırıq. Bu else isə baxılmır ümumiyyətlə, çünki bu ifin elsidir. Və gəlir C-nin son qiymətinə 6 qiymətində çap eləyir. 24-də C variantı. Sonra 25. Bilirik ki, for vasitəsilə i parametri n siyahısının elementlərini bir-bir götürür və i-nin qiyməti burada printer sözü olur. Siyahıdan birinci sözü götürür. Və şərt verib ki, i-də a-ların sayı birdən fərqlidirmi? I-də a-ların sayı ümumiyyətlə 0-a bərabərdir. Yəni yoxdur. Deyir, bu 0 nida bərabərlik fərqidirdir. Yəni fərqlidirmi birdən? Bəli. Onda n nəticə, yəni mən qısaca n yazdım. Nəticə dəyişənini hesablayır. Bunu da açılışı bilirik ki, n-in öz üzərinə elə bu elementi gəl. Yəni n-in qiyməti boş sətirdir. Bunun üzərinə gələcək i-də 0-cı elementi. I-də 0-cı element gəlir, ilk hərfə düşür. Və boş sətirlə p-nı toplayanda da elə p alır. Aydın məsələdir ki, ikinci dəfə i gəlib monitor sözünü götürəcək. İndi a-ların sayı yenə burada 0-dır axı və 0 yenə birdən fərqlidir deyə yenə bunu hesablaya biləcək və hər dəfə fikir versəz, həmin o götürdüyümüz sözdə 0-cı hərfi götürür, toplayır. Və burada da 0-cı yerdə dayanan hərf həmin sözdə ilk hərf olur. Ona görə biz daha sürətli hesablaya bilərik. Yəni p-nın üzərinə gələcək o biri sözdə ilk hərfi m. Təbii ki, şərti yoxlayanları, şərti ödəyənləri gələcək. Məsəl üçün, val sözündə a-ların sayı birdən daxil. Bu bir fərqlidirmi birdən? Xeyr, ödəmir. Bir sözlə, yəni sözdə bir dənə a hərfi olmasın. 2 dənə olsun, 3 dənə olsun, ya heç olmasın. Bu hallarda şərt ödəyir. Məsələn, double sözündə ümumiyyətlə a hərfi yoxdur. Ona görə ödəyir. Gəlir bunun da ilk hərfini götürür. Sonra bu sözdə a hərfi yoxdur. Ona görə ilk hərfini götürür. Amma bu sözdə, yoxlayaq, yəni hansı ki, i-nin qiyməti gəlir, məhv sözünü götürür. Deyir, a-ların sayı neçə dənədir? Bir dənədir də. Bu bir fərqlidir birdən. Xeyr, ödəmədiyinə görə hesablaya bilmir bunu. Yəni, gərək birdən fərqli olsun a-ların sayı. Həmin o a-ların sayı birdən fərqli olduqda da onların, o sözlərin baş hərflərini toplayır, yəni yan-yana düzür. P, M, D, W. A variantı. Sonra 26. Dəqiqə.
Deyir, ümumi həcmi 12 megabayt olan diskdə 2 eyni tipli səs faylı var. 2S qeyd eləyək. 4 dənə qrafik fayl var. 4Q. 32 dənə də eyni tipli mətin faylı var. Bu fayllardan səs faylı qrafik fayldan 2 dəfə çoxdur. Yəni 1S bərabərdir 2Q-yə. Qrafik faylın həcmi isə mətin faylından 8 dəfə çoxdur. Yəni bir qrafik fayl 8 M-ə bərabərdir. 8 mətin faylına. Hər bir faylın həcmini kilobayt ilə müəyyən edin. Əgər qovluqda bu qədər fayl varsa, bunların ümumi cəmi 2S, 4Q və 32M bizə ümumilikdə 12 megabayt verir. Bir dəyişəni digəri ilə əvəzləyib tənlik alacağıq. Burada S-in yerinə 2Q yazsaq, mən bura bir dəfəli yazıram. Vur 2Q yazsam. 2 vuraq 2, 4Q bu eləyir. Üstə gəl. Bu 4Q qalsın hələ ki. Üstə gəl 32M bərabərdir 12 megabayta. Bu bizə verir də 8Q-nü. İndi ardını yazmayım. Elə ki, ardı eyni şeydir də. 8Q-nü də ilə əvəzləyə bilərik. Q-nün biri də 8M-ə bərabərdir. 8 vurulsun. 8M üstə gəl. 32M bərabərdir 12 megabayta. Bu 64M verir, bu da 32M verir. Toplasaq 96M alırıq. 12 megabaytı kilobayta çevirəcəm. Çünki bir faylın həcmini kilobaytla istəyir. 2 üstü 10-a vurub kilobayta çevirirəm. M-i də buradan tapsaq, 12 vuraq 2 üstü 10-u bölürük 96-ya. Burada ixtisar aparsaq 8, 2 üstü 10-u da 2 üstü 3-ə bölsək, 2 üstü 7, yəni 128 qalır. Deməli, bir mətin faylının həcmi 128 kilobayt imiş. Və burada bir dəyişənin o birindən asılılığına əsasən digərlərinin də qiymətini tapa bilərik. Əgər M-in qiyməti 128-dirsə, 8 vurulsun 128, yəni 2 üstü 3, bu da 2 üstü 7-dir də, 2 üstü 10-u verir bizə 1024. Hansı ki, Q-nün qiyməti, yəni 2-yə A variantı olur, 1024. S də 2Q də axı, yəni 2 dəfə çoxdur da, 1024-ün də 2 qatı 2048. Birə də B olur. B, A, D. Ondan sonra 27. Müəyyən əlifba ilə yazılmış mətn yaddaşda tutduğu həcm 256 kilobaytdır. Qeyd eləyək, V1 bərabərdir 256 kilobayt. Əlifbanın gücü, hansı ki, böyük N-dir, yəni 200 D-nin özü, 64 dəfə azalan zaman yaddaş həcmi də 4 dəfə azalır. Bunu 64 dəfə azalsam, bu N birim olsun. N2 də 2 üstü N bölünsün 64 olur. Təbii ki, bilirik ki, yəni həcm əlifbanın gücündən yox, bu N-dən asılıdır. Yəni bir simvolun tutduğu yerdən. Bu 2 üstü N bölünsün 2 üstü 6 kimi göstərsək, 2 üstü N minus 6 olur. Yəni qüvvət üstü çıxılır. Deməli, ilkin olub, yəni əlifbada bir simvolun tutduğu yer M1. M1-ə uyğun həcm 256 kilobaytdır tənasüb quracaq. Dəyişəndən sonra isə bir simvolun tutduğu yer N-6 bit olur. Buna uyğun həcm isə deyir, ümumi həcm 4 dəfə azalır. Yəni 256-nı da burada 4-ə bölsək 64 alınır. Yəni 64 kilobayt olur. Buradan tənasüb qursaq 256 N çıxılsın. 256 vur 6 bərabərdir 64 N-ə. 64-ü bu tərəfə keçirsək 192 N bərabərdir 256 vuraq 6-ya. Buradan da N tapanda ixtisar aparaq. 6-ya ixtisar getsə aşağıda 32 qalır. Bu yuxarı 2 üstü 8-də, aşağıda 2 üstü 5-dir. Bu da bizə 2 üstü 3, 8 biti verir. Biz rəng dərinliyini tapdıq. İndi deyir, mətndəki simvol sayını tap. Ümumi düsturumuz belədir də, simvol sayı vurulsun N bit bərabərdir həcmdir. İlkin həcmi biz 256 kilobayt almışdıq. Daha doğrusu 256 kilobayt verilib. N-imiz də 8 bitdir. Yəni ilkin rənglərin, ilkin əlifbada bir simvolun tutduğu yeri də tapdıq. Buradan da simvol sayını tapsaq 256 kilobaytı böləcək 8 bitə. Kilobaytı bitə çevirməliyik, 2 üstü 13-ə vurmalıyıq. Çünki sol tərəfdə bitlə ifadə olunur. Burada da ixtisar aparsaq, bu ilə bu getsə, yuxarıda 2 üstü 10 qalır. Bu da 256-da 2 üstü 8-dir də.
Buranda da qüvvət üsləri toplanıb 2 üstü 18 alınır. 27 A variantı. Sonra 28. Bu deməli, burada isə for in S yazılıb. Yəni i parametri S sətrinin simvollarını bir-bir götürəcək və i-nin ilk qiyməti burada dırnaqda A olur. Daha sonra şərt verib ki, S.count i fərqlidirmi birdən? I-nin yerinə gətirib qiymətini yazsaq, görüm ödəyirmi? S-də A-ların sayı, yəni count sayır da neçə dənədir? 2 dənə. Deyir, bu 2 fərqlidir birdən. Bəli, ödəyir. Yəni sayı bir dənə olmasın da, birdən fərqli olsun. Ya 2 olsun, ya 3 olsun, birdən fərqli olsun. Ödəyirsə, onda bu əməliyyatı icra edir. S.replace, yəni əvəzləmə aparacaq. i-də 0-cı element. i-nin qiyməti onsuz da tək bir hərfdir. Burada 0-cı element yenə a-nın özünü verir. Və z, bunu hələ ki saxlayaq. S.find i-də 0. Yəni deyirəm, i-də 0-cı element a-dır deyə buraya yaza bilərik a. Bu bizə verir ki, S-də find tapır da indeksi. S-də a-nın indeksini tapır. S-də də 2 dənə a var. Bilirik ki, find ilk gördüyü simvolun indeksini tapır. Ona görə bu isə bizə 0 verir. Yəni ilk a-nın indeksini götürəcək. Və yekun olaraq z-də 0. Belə bir Z-də 0-cı element alır. Z-də də gəlib 0-cı elementə baxsaq, bu bizə dırnaqda 1-i verir. Yəni, harada A var S-də, onları 1 ilə əvəzləyəcək. Onda S sətrimiz belə olacaq. 1, 1. A-ları 1 ilə əvəzləsə, M, B, B. Yəni, yerdə qalanı olduğu kimi qalacaq. İkinci dəfə i-nin qiyməti gəlir yenə buradan dırnaqda A-nı götürür. S sətri dəyişə bilər. Amma i S yəni sətrinin ilk qiymətlərini yadında saxlayıb. Yəni i öncədən dırnaqda A-nı, dırnaqda A-nı, dırnaqda M-i yaddaşında saxladığına görə yenə A-nı götürür. Amma burada deməli fikir verək. İndi deyir ki, S-də A-ların sayı 1-dən fərqlidir. Bu düzdür, ödəyir. A-ların sayı 0 dənədir. Artıq yeni S-də A-ların sayı nəyə bərabərdir? 0-a. 0 fərqlidirmi? Biri ödəyir. Amma əvəzləmə getmir. Çünki bayaqki kimi alınır da, yenə eyni şey alınır. Yəni deyir ki, dırnaqda A-nı əvəz elə 1 ilə, artıq A olmadığına görə heç əvəzləmə də apara bilməyəcək. Ona görə də növbəti dövrə keçməlidir. Buranı biraz da geniş sayılayım. Məsəl üçün, dırnaqda A alınmışdı da. Burada S bərabər S.replace. Burada hansı ki, dırnaqda A alınır. Burada da yenə eyni şey alınacaq da. Gəlib deyəcək ki, A-nın indeksi, hətta A-nın indeksi i-də 0-cı element, bir dəqiqə. I-də 0-cı element, bu bizə verir A-nı. Daha sonra Z-də find i0. i-də 0-cı elementimiz də, deməli, baxsaq, yenə A-nı verir. Bu bizə onda -1-i verəcək. Aha, -1-i verəcək. Burada biraz dəyişiklik olur. Z-də -1 alınır. Çünki A-nın indeksi olmadığına görə find index olmayanda bizə -1-i verir. Axı S-də artıq A hərfi yoxdur. Olmadığına görə indeksi bizə -1 verir. Z-də -1 düzdür, gəlib dırnaqda 4-ə düşsə də, deyir, harada A var 4 ilə əvəz elə. Axı, S-də heç A yoxdur. Yoxdur deyə, bu 4 ilə də əvəz eləyə bilməyəcək, yəni. Ona görə ikinci dövr mənasız olur. Artıq çünki A yoxdur həmin sətirdə. Keçəcək, növbəti, yəni hərfi götürəcək, M-i. Hansı ki, i-nin növbəti qiyməti dırnaqda M olacaq. Və yenə bu dövrü biz aparsaq, deyəcək ki, M-lərin sayı 1-dən fərqlidirmi? Ödəyir. Çünki M-lərin sayı 2 dənədir. 2 1-dən fərqlidir. Ödədiyinə görə yenə əvəzləmə aparacaq. S.replace, hansı ki, i-də 0-cı element. I-də 0-cı element yenə M-in özünü verir. Əvəzləyir Z-də S.find M.
Hansı ki, S-də M-in indeksi 0, 1 gəlib 2-yə düşür. 2 dənə M olsa da birincini götürür. Z-də də ikinci simvol 0, 1, 2 gəlib dırnaqda 2-yə düşür. Yəni, harda M var, yerinə 2 yazacaq. Harda M var, yerinə 2 yazacaq. 1, 1, 2, B, B, 2, C, C bu formada olacaq. Bir növ sanki necə əvəzləyir? Hərəsinin buradan götürür bunu. Buna uyğun olan rəqəmlə, Z-də ona uyğun olan rəqəmlə götürüb əvəzləyir. Məsələn, M-i özünə uyğun olan rəqəmlə əvəzlədi 2 ilə. Buradan artıq uyğunluq tuta bilərik ki, növbəti dəfə B-ni götürüb özünə uyğun rəqəmlə əvəzləyəcək 2 ilə. Təbii ki, bir-bir də yaza bilərsiniz dövrü. Artıq məncə aydındır necə getdi. Amma sürətli hesablamaq üçün 2, məsəl üçün bu B-nin yerinə götürüb bu 2-ni yazacaq. Replace sadəcə hər yerdə əvəzləmə apalır deyə bu B-ni də 2 ilə əvəzləyəcək. 2, C, C olacaq. Və sonra gəlib bu B-ni götürəcək I. Amma B hərfi artıq yeni sətirdə olmadığına görə əvəzləmə getməyəcək. Sonra gəlib bu M-i götürəcək. Yenə burada M hərfi olmadığına görə yenə əvəzləmə getməyəcək. Gəlir bu növbəti dəfə ən sonda C-ni götürəndə C-yə uyğun rəqəm burada 4-dür də. C-lərin yerinə də 4 yazacaq. 1, 4 dənə 2 və 4, 4. Belə bir sətir alınacaq. Yəni 28-də A variantı. Sonra 29. D diskində aşağıdakı kimi qovluqlar və onların daxilində müxtəlif tipli fayllar var. Qovluqların ümumi sayını tapın. Burada ağac modeli quraq. Deməli, D diski verib və daxilində informatika qovluğu var. Sonra fayl qovluğu var. Bir də article qovluğu var. Daha sonra bu ilkin başda verilənlər idi. Bunlar idi. İndi keçirəm onların daxilindəkini yazma. İnformatikanın daxilində programming var. Bir də order var. Amma orderin daxilində yenə programming var. Bunlar artıq ayrı-ayrı qovluqlardır. Eyni adda olsa belə, məsəl üçün bu bir qovluq olsun informatikanın daxilində. Bunun daxilində olan programming bir başqa qovluqdur. Mən, məsəl üçün, bir başqa order qovluğu yaradıb, bunun daxilində bir dənə programming də yarada bilərəm eyni adda, bunu ilə eyni adda. Amma bunlar fərqli qovluqlar olur. Axı, bunun daxilində, orderin daxilindədir bu qovluq. Yəni, bunu ilə fərqlidir. Eyni adda, yəni bir qovluğu fərqli-fərqli qovluqların içərisində saxlaya bilərik. Deməli, faylın içərisində isə informatika qovluğu var, sonra article qovluğu var. İnformatikanın daxilində programming var, article'ın daxilində informatika var, bir dənə programming də yenə var. Bu article'ın daxilində informatika var. Deməli, informatika var. İnformatikanın daxilində isə bir dənə programming qovluğu var. Çünki bu artıq faylın adıdır. Yəni, bunlar fayllardır, bunlar bizə lazım deyil. Heç bunları yazmadıq. Deməli, deyir, neçə dənə qovluq var. Saysaq, ümumi qovluqların sayını 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 dənə qovluq var. 29A. Sonra 30. B bərabər A yazıb. Yəni, B-yə A-nın qiymətini mənimsədir. B də internet sözü olur. Sonra A nöqtə upper yazıb. Yəni ki, A-nın bütün hərflərini böyük hərfə çevirir. Daha sonra A-da 3-ə qədər və belə yazılışda bilirik ki, 3-ün özü daxil deyil. Biz A-nın, yəni köhnə qiyməti üstünə xətt çəkək. Yeni qiymətində 3-ə qədərki hissəni götürək. Int sözü olur. Hansı ki, 3-ün özü, yenə deyirəm, daxil deyil deyə E hərfini götürmüş. Üstə gəl. Əvvəlcə daxildəki mötərizəni hesablasaq, int 0 nöqtə və s. 9999 yazılıb. İndi burada int bu ədədi tam tipə çevirir. Yəni, kəsir hissəni atır. Sadəcə 0 qalır. Setir 0 yazsaq, setir 0 yazsaq. Bu da həmin 0-ı sətir tipinə çevirəcək. Yəni, dırnaqda 0 olacaq. Üstə gəl.
B-də 4-dən axıra qədər. B-ni indeksləsək, burada 4-dən axıra qədər deyirsə, sonuncunun özü götürülməlidir. Çünki qeyd edilməyib. Bu halda, yəni, əgər sonuncu indeks qeyd olunmayıbsa, özü də götürülür. 4-dən axıra qədər də R, N, E, T, bax, bu hərflər olur. Bunları da sətir tipində yan-yana düzəcək, yəni toplayanda int 0, sonra R, N, E, T, belə bir sətir alınmalıdır. Int 0, R, N, E, T, A variantı olacaq. Sonra 31. Qeydiyyat zamanı bir eksponat haqqında məlumatlar aşağıdakı şəkildə verilib. Deyir təsvir, bir də mətn var. Yəni bu məlumatda deyir 128 eksponat haqqında məlumatları megabaytla ifadə et. Bilir ki, istənilən bir məlumatda şəkil və mətn varsa, onların həcmini ayrı-ayrı tapıb toplamaq lazımdır. Şəkil həcmini tapanda piksel sayını, yəni 208 vuraq 209-u vurur rəng dərinliyinə. 1024 rəng çalarıdırsa, rəng dərinliyi 10 bit olur. 217 vuraq 10 bit. Bunu kilobayta çevirsək daha məntiqli olar. Çünki mətnin həcmini bizə kilobaytla verib. 213-ə bölsək, 16 vur 10, 160 kilobayt qalır. Mətnin həcmini də bizə birbaşa verib. Yəni deyir, ASCII-də kodlaşdırılmış 96 kilobaytlıqda mətn var. Bu şəkillə mətnin həcmini toplayanda 256 kilobayt alırıq. Yəni bir eksponat haqqında məlumatın həcmi 256 kilobaytdır. Deyir 128 eksponat haqqında məlumat nə qədər yer tutar? Bunu 128-ə vururuq. Sadəcə yekun nəticəni megabaytla istədiyinə görə kilobaytla megabayta keçmək üçün 1024-ə bölürük. Yuxarı 208-dir, aşağıda 210. İxtisar varsa aşağıda 202 qalır. 128 də özü 207-dir. 207-ni də 202-yə bölsək, 205, 32 megabayt qalacaq. 31-ə də A bəndi. Daha sonra 32. Deməli, split simvoldan kəsərək sətri siyahıya çevirir. Yəni, hər 8-ə qədərki hissəni siyahının bir elementi kimi götürür. Məsələn, 8-ə qədərki hissə dırnaqda 25-dir. Bu artıq siyahının bir elementi olur. Növbəti 8-ə qədərki hissə artıq bir elementi olur. Yenə növbəti 8-ə qədərki hissəni 1 götürür, yəni parçalamır ayrı-ayrı. Növbəti 8-ə qədərki hissə 1 olur, 6. Növbəti 8-ə qədər 45. Növbəti 8 olmadığına görə yerdə qalanda 350-ni götürür. Yəni, belə bir siyahı alınır. Sonra K bərabər olur S.count 5. Fikir verin, S budur. Bax, bu siyahıdır. Burada deyir 5'lərin sayı. Axı, burada 5 yoxdur. Biz burada götürüb bu 25-dəki 5-i saya bilmərik. O bütöv bir elementdir. Yəni, sırf ayrılıqda belə dırnaqda 5 olsaydı biz götürərdik siyahıda. Olmadığına görə K bizə 0 verir. Yəni, sayı 0 dənədir. Ancaq i-də isə istəyir ki, A-dakı 5'ləri sayaq. Fikir verin, A budur. A dəyişməyib. Burada neçə dənə 5 var? 1, 2, 3, 4 dənə. Sonra C bərabər olur join S-ə. Dırnaq açılıb bağlanıb deyə, yəni bu vergüllərin əvəzinə heç nə yazmır. Ümumiyyətlə, join siyahını sətrə çevirmək üçündür. Yəni, bu S siyahısını sətrə çevirəcək. Bu dırnağın içərisində, məsəl üçün, bir ulduz yazılsaydı, bu vergüllərin əvəzinə ulduz yazıb bitişdirəcəkdir. Heç nə yoxdur deyə, dırnaq açılıb bağlanıb da eləcə. Onda bu vergüllərin əvəzinə heç nə yazmır, bitişdirir eləcə. 25, bu vergülün yerinə heç nə yazmır, sonra 3-ü götürür. Bu vergülün yerinə heç nə yazmır, 35-i götürür. Beləcə, bitişik formada siyahını sətrə çevirir. Sonra D bərabər olur C nöqtə split. Yəni, bu C-də yenidən split tətbiq edir. 5'ləri ayırır. 5'ləri kəsir, 5'ə qədəri 1 götürür. Növbəti 5'ə qədərki hissəni 1 götürəcək. Növbəti 5'ə qədərki hissəni 1 götürəcək. Dırnaqda 3 və dırnaqda 0. İndi K bərabər olur K üstəgəl. K-nın qiyməti 0 idi. Üstəgəl D nöqtə count 3. D-də neçə dənə 3 var? Artıq bu 33-dür. Bunu götürməyəcək. Sırf 3 neçə dənə var? Bir dənə. K 1 olur. I bərabər olur I üstəgəl.
i-nin qiyməti 4 idi də. 4 üstünə gəl. C nöqtə count 3. C-də 3-lərin sayı nə qədərdir? 1, 2, 3 dənə. I də bizə 7-ni verir. Və yekunda K ilə i-nin qiymətlərini istəyir. K-nın qiyməti 1-dir, i-nin qiyməti də 7-dir. 1 ilə 7-ni çap eləyəcək. 1, 7. 1, 7 də B variantı olur. Sonra deməli 33. (1536) vuraq 512 pikselli qrafik təsvir 4096 rəng çavarı ilə kodlaşdırılıb. Bir paketdə 100 qrafik təsvirin olduğunu bilərək paketin ötürülmə sürəti və ötürülmə üçün tələb olunan vaxt verib. Fikir verin, burada paketin ötürülmə müddəti və ötürülmə üçün lazım olan vaxtı verib. Yəni biz buradan bir paketin həcmini tapa bilərik. Düstur necədir? V bərabərdir Q bölünsün T. Biz buradan Q-nü tapacağıq. Yəni paketin həcmini. Bu da V vuraq T-yə bərabərdir. Hansı ki 1024 kilobit böl saniyəni vuracağıq 6 dəqiqəyə. Sadəcə sürətdə saniyə ilə verib deyə zamanı 6 dəqiqəni də çevirəcəyik saniyə, yəni 60-a vuracağıq. Burada da saniyələr gedəcək. Belə də qalsın. 1024 vur 36 vur 10. Nə? Kilobit. Bu olur bir paketin həcmi. Və deyir ki, bir paketdə də 100 dənə qrafik təsvir var. Bir paketin içində 100 dənə şəkil varsa, bax bu paketin həcmini 100-ə bölüb, mən bir dənə şəklin həcmini tapacağam. Burada da ixtisar aparsaq, 1024 vurulsun, 36 bölünsün 10 alınır. Bu bizə verir artıq bir dənə şəklin həcmini. İndi bizə əvvəldə şəklin ilkin həcmini tapmaq üçün verilənlər hansı ki verib. Bu nə deməkdir? Bir paketin həcmindəki şəkli biz tapdıqda, o əslində həmin şəkil arxivləşdirilib. Çünki deyir ki, 6 dəqiqə ilə ötürmək üçün qrafik təsvir neçə faiz arxivləşdirilməlidir. Yəni bizə verilən ilkin verilənlər, hansı ki şəklin həcmi üçün piksellə, bir də rəng çaları verib. Bunlar şəklin ilkin həcmini tapmaq üçündür. Gəl ilkin həcmini də tapaq. 1536 vurulsun, 512 vurulsun. 4096 rəng çalarıdırsa, rəng dərinliyi 12 bit olacaq. Bu 512 vuraq 3-dür, parçalasaq. 2 üstü 9 bu, 2 üstü 9 da bu eləyir. 2 üstü 18 vuraq 36 bit alacağıq. Bunu da kilobayta çevirək. Deməli, niyə səhv yazmadım görəsən? Mesela qalsın 2 üstü 18 vurulsun 36 bit belə olmalıdır da. Bu bizə ilkin həcmi verir. Yəni 100%-dir. İndi 100% bu şəklin ilkin həcmidir. Amma arxivləşdirilmiş həcmi isə budur. Hansı ki biz bir paketin içindəki bir şəklin həcmini tapdıqda 1024 vurulsun 36 bölünsün 10. Bu neçə faizdir? Yəni bunu tapmalıyıq. Çünki bizə qeyd edir ki, yəni paketdə 100 dənə təsvir var. Həmin o təsvirləri ötürərkən arxivləşdirib. Deyir neçə faiz arxivləşmə aparıb. Yəni bu sonrakı həcm olub. İlkin həcmi ona görə 100% qeyd etmişik. Tənasüblə 1024 vurulsun 36 vurulsun 100 böl 10. İndi bunu da böləcəyik də x-a vuranda artıq bu da bölünəcək. Yəni məxrəcdə olacaq. 2 üstü 18 vuraq 36. İxtisar aparsaq 36'lar gedir. (36'lar gedir. Bu da 2 üstü 10'dur da. Burada da ixtisar aparsaq, burada da aparsaq. Aşağıda 256 qalır. 1 bölünsün 2 üstü 8 qalır. Nəsə səhv elədim elə bil. Bir dəqiqə baxaq. 1536, 512 vurulsun 3'dür. Bu da 512'dir. 4096 rəng çalarda 12 bitdi. 218 vuraq 36 bit. Kilobitə çevirməmişəm ona görə. Axı bizdə arxivləşmiş həcm kilobitlədir. Ona görə bunu da gərək kilobitə çevirim. Gəlin onda bu hissəni silim, yenidən yazım çünki səhv olacaq. Elə də cavab
Deyirəm, axı nəsə düz getmir. Burada deməli 2 üstü 18 vuraq 36 bit almışdıq da şəklin ilk nəzmini. Bunu da 2 üstü 10-a bölüb kilobitə çevirək. Çünki yenə deyirəm, buradakı o arxivləşmiş həcmi kilobitlədir. Bitdən kilobitə keçəndə 2 üstü 10-a bölsək 256 vuraq 36 kilobit alırıq. Yəni indi düzələcək. 256 vurulsun 36 kilobit 100%-dir. Arxivləşmiş həcmi də 1024 vurulsun 36 bölək 10 idi. Görək bu neçə faiz olur. 1024 vurulsun 36 vurulsun 100 bölünsün 10 vuraq 256 vur 36 alınır. Bu 36'lar gedir, bu 10 da gedir. Bu 2 üstü 10'dur 1024. Vurulsun 10 bölünsün 256 da 2 üstü 8'dir. Qalır 40%. Fikir verin, əgər bu həcm 40%-dirsə, neçə faiz arxivləşmə aparılmışıq? Yəni biz 60%-ni sıxmışıq ki, 60% arxivləşdirmişik ki, 40%-i yəni bu qədər olur. Yəni cavab A variantıdır. 34. Mətin prosesorunda ardıcıl olaraq kompüter sözləri yazılıb. Kursor İlk kompüter sözündən sonra yerləşdirilib. Yəni bu formada gəlin yazaq. Kompüter, yenə kompüter, belə sözlər var bitişik. Bir dənə də yazaq. Deyir ki, kursor ilk kompüter sözündən dərhal sonra yerləşdirilib. 3 dəfə aşağıdakı əməliyyatları deyir. 3 dəfə icra etsək, ekranda ən azı neçə kompüter sözü olar? 8 dəfə backspace vurubsa, backspace sola silir də. 8 dənə sola siləcək. 1, 2, 3, 4, 5, 6, 7, 8. Yəni bir söz silmiş olur. Bir kompüter sözünü. 8 dənə sağa ox klavişini vuranda 1, 2, 3. Yəni 8 dənə hərf qoyur, keçir. Çünki bu silmədən yəni aparır da sağa kursoru. Sonra 8 dəfə delete vuranda 8 dənə də sağa silmiş olur. Burada da bir söz silir. Yəni bir dəfəyə 2 dənə söz silir. Növbəti dəfə artıq kursor burada qalmışdı axı. Yenə qayıdır, 8 dənə backspace vuranda bu sözü yenə silir də. Bir sözü buradan silir. İndi sağında yenə bir söz ötürür. Elə ki, burada yenə tutaq ki, kompüter sözü yazaq. Bu kompüter sözünü ötürür. Bax, bu 8 dənə ox klavişinə görə. Növbəti kompüter sözünü silir. Bu qayda ilə hər bir yəni dəfəyə 2 söz silirsə, bu əməliyyatı 3 dəfə icra edir axı. Yəni əvvəldə neçə dənə söz olub ekranda? 6 dənə onda kompüter sözü olub da. Ən azı istəyir. Yəni ən azı 6 dənə kompüter sözü olmuş olur. 34A variantı. 35-də uyğunlaşdırmadır. Deməli, operativ yaddaşın həcmi ümumiyyətlə RAM DDR ilə ifadə olunur. DDR3, DDR4 verilir. Yəni 16 GB. 1-ə B. Xarici yaddaşda HDD, SSD ola bilər. Bu da 1 TB verilib. 2-yə də D bəndi. Sonra 36. Deməli, bu hissədə kriteriya hissəsinə yazılanlar arasında and qoyulur. Çünki burada yuxarı sətirdə yazılanlar anddir. Like ulduz n. Yəni name, yəni bunun mənası odur ki, name bərabərdir ulduz n. Yəni ad sütununda, name sütununda adı n ilə bitənlər. Ulduz bilirik ki, ixtiyari sayda simvolu əvəzləyir. Yəni əvvəldə nə qədərsə hərf var, sonu da n ilə qurtarır. Adı n ilə qurtaranlar 3-dür burada. 1 də 10-dur. Sonra gəlir burada and götürürük. And age böyüdü 27. Yəni yaşı 27-dən böyük olanlar. Yaşı 27-dən böyük olan 2-dir burada. Sonra 3-dür. 27-dən çox olan 6-dır. Sonra 8'dir. Bir də 10'dur. Sonra yenə and. Əslində fikir versək, burada 3 ilə 10'dur da. Burada da 3 ilə 10 ödəyir. Heç burada bizə 2, 6, 8 lazım deyil. Yəni vaxt itirməmək üçün.
Sonra salari böyüdü 525 verib, yəni maaşı 525-dən çox olanlar. Bir dəfəlik burada gəlin 3 ilə 10-a baxaq. Çünki ənd kəsişmədə axı. Lap burada nə qədər 10 dənə lap belə sətir yaz. Onsuz da onların içindən 3 ilə 10 ödəyirsə ancaq onları götürə biləcək kəsişmə olduğuna görə. 3 ilə 10-a baxsaq 3 ödəyir. Yəni 525-dən böyükdür. 10-a da baxsaq 10 da ödəyir. 530-dur, o da 525-dən çoxdur. Yəni biz bunları kəsişdirəndə 3-ünün də kəsişməsi bizə 3 ilə 10-u verəcək. Məsəl üçün deyirəm də, burada tutaq ki 5 də ödəmişdi, 7 də ödəmişdi. Bunların nə önəmi var ki? Onsuz da kəsişmə götürəndə, yəni ilk sorğuda yalnızca 3 ilə 10 ödədiyinə görə 3-ünün kəsişməsi də elə 3 ilə 10 çıxır. İndi bu öz yerində, aşağıdan isə or verib. Yəni biz bu 3 ilə 10-u aşağı ilə or edəcəyik. Or, görək burada nə verib. Like, surname, yəni ki soyadında q ilə başlayanlar. İndi bunlar isə öz aralarında, ikisi də or sətrində yazıb deyə, bunların öz aralarında ənd yazmaq lazımdır. Soyadı q ilə başlayanlar və experience kiçikdir 12. Deməli 3 10 qalır. Or mötərizəni əldə eləyək. Soyadı q ilə başlayanlar burada bir dənə 10-dur. 10 and bu da experience sütununda da 12-dən az olanlar. Yəni bircə dənə 6-dan başqa hamısı 12-dən azdır. Mən bir dənə 10-a baxıram. Çünki kəsişmə bizə bir dənə 10-u verəcək. Fikir verin, lap yazsaq. Yəni 12-dən az olan məsəl üçün 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir, 6 ödəmir də. 7, 8, 9, 10 ödəyir. Və buradan kəsişmə nə çıxır bir dənə? Elə 10. Yəni bunları yazmasaydıq da olardı. İndi 3, 10 əvvəldə var idi. Or yenə 10 yazırıq. Birləşmə bizə nəyi verir? 3 ilə 10-u. Deyir, neçə dənə yazı, yəni ekrana çıxar? 2 dənə. 36 bu, 37. Verilmiş cədvəldə birinci və ikinci imtahandan, birinci və ikinci imtahandan 50 baldan yuxarı toplamış şagirdlər ilə yekun nəticəsi də burada yazılıb, 80 baldan az olmayan nəticə göstərənləri məqbul sayırıq. Əks halda isə qeyri-məqbul. Buna uyğun olaraq deyir F2, F12 diapazonu üzrə sürüşdürüldükdə F2-yə hansı düstur yazılır? Yəni bura necə bir düstur yazıb, buradan aşağıya belə sürüşdürsək düzgün nəticə alarıq. Gəlin bir də indi əvvəldən hissə oxuyaraq həll eləyək. Ümumiyyətlə bu bizə şərt verir. Yəni bu şərti ödəyirsə məqbul, ödəmirsə əks halda qeyri-məqbul sözü çıxsın. Burada biz if-dən istifadə eləyəcəyik. If deyir birinci və ya ikinci imtahandan 50 baldan yuxarı toplasın. Məcbur deyil ki, ikisindən də 50 baldan yuxarı yığsın. Və ya dediyinə görə birindən 50 baldan yuxarı yığsa bəs eləyir. Və ya da orada axı. Ona görə biz bunu orla göstərəcəyik. Yəni or hansı ki birinci imtahanın nəticəsi ilkin olaraq C2 sütununa yazılıbdır. Ona görə yazacağıq. C2 böyüdür 50 vergül. İkinci imtahan nəticəsi isə D2-yə yazılıb. D2 böyüdür 50. Yəni ya birinci imtahan ya da ikinci imtahanı və ya-ya görə 50-dən böyük olsun. Amma eyni zamanda deyir ki, yekun nəticəsi də 80-dən az olmasın. Bax, həm bu ödəsin, həm də yekun nəticəsi 80-dən az olmasın. Onda bunu isə əndlə ifadə edirik. Yəni ortaq olsun da kəsişməsini istəyir. Vergül. Yekun nəticədə Y2 xanasına yazılıb. Yəni Y2-si 80-dən az olmasın deyirsə, ya 80-dən böyük olacaq, ya da bərabər olacaq. Bunu da belə göstərə bilərik. Artıq bu şərti ödəyirsə, vergül qoyuruq. Yəni şərti ödədikdə məqbul sözü ekrana çıxsın. Vergül ödəmədikdə də qeyri-məqbul. Və s. belə. Buna uyğun da elə yazdığımız sorğuya uyğun da elə A variantı ödəyir, fikir versəz. Artıq digər variantlarda da sadəcə biraz əndlə orun yeri dəyişib. Yəni burada kiçikdir 80 yazıb, ona görə düz gəlmir. 38. Əlaqəli cədvəllər verib. Deyir, Könül Əliyevanın tədris etdiyi sinifləri müəyyən et.
Könül Əliyevanın burada deməli ID koduna baxsaq 101-dir. 101 ID kodlu müəllimin dərs dediyi sinif 6A-dır. Başqa 7B-dir. Başqa da yoxdur. Yəni sinifləri istəyir elə 6A ilə 7B. Sonra maşinist elektron qatarla elə istiqamətdə məsafə qət etməlidir ki, A şəhərindən C şəhərinə sərnişinləri 4 saata çatdırsın. Cədvəldə ancaq göstərilən istiqamətdə yollar mövcuddur. Rəqəmlər saat ilə ifadə olunmuşdur. Bu nə deməkdir? Yəni A-dan B-yə məsəl üçün yolun uzunluğu 1-dir. Bu rəqəm həmçinin saatı ifadə edir. Yəni A-dan B-yə olan yol 1 saatdır. Deyir ki, biz nətər bir yol götürək ki, A-dan C-yə. Məsəl üçün də belə bir yol götürək ki, 4 saat olsun o yol. Təbii ki, burada ağac modeli ilə test çəkə bilərik. Variantla baxaq. Elə A variantında A-dan nəyə yol var? B-yə yol var, D-yə yol var. Bu D-yə yol 8-dirsə, bu 8 saat deməkdir də. Mən lap C-yə getsəm belə, axı 4-ü aşır. Bu bizə lazım olmur. B-dən nəyə gedə bilərik? B-dən də A-ya çəkmişik də 1 saat. D-yə gedə bilərik 2 saat. D-dən nəyə gedə bilərik? D-dən də elə C-yə gedə bilirik 1 saat. Fikir verin, uyğun gəlir elə bu variant. A-dan B-yə, B-dən D-yə, D-dən də C-yə getsək, bu yolların uzunluqları əslində elə saatla ifadə olunub. 1, 2 və 1 bizə 4 saat verir. Yəni A variantında düz gəlir. A-dan C-yə 4 saata çata bilirik. Növbəti variantları da bu formada yoxlasınız, görərsiniz ki, alınmır. Məsəl üçün, birinə baxım da. Tutaq ki, A-dan B-yə mən 1 saata çatıram. B-dən ancaq D-yə gedə bilirəm. Bu 3 saat. Hələ bu özü 4 saat eləyir. Mən çata bilmirəm axı C-yə. A-dan başqa D-yə getmək olur 4 saat. D-yə 4 saat oldusa, C-yə getsəm daha da çoxalır axı. Yəni, bu düz gəlmir. Formada variantları çıxmaq olur. 39 idi. 40-da isə deyir HTML koda əsasən doğru fikirləri müəyyən et. Cədvəl 4 sətirdən ibarətdir. Cədvəlin sətirləri TR ilə ifadə olunur. TR teqi ilə. Cüt teqdir. Bir TR açılıb, bir TR bağlananda bu bir sətir sayılır. Yenə bax, bir sətir açılıb, bu qapanıb, bu ikinci sətir, bu da üçüncü sətir. Yəni 4 dənə sətir yoxdur. Üçüncü sətirdə burada deyir, nömrələnmiş siyahıdan istifadə olunub. Nömrələnmiş siyahı da ol teqi ilə göstərilir. Bəli, var. Ona görə 2 götürürük. Bütün mətn sarı rəngdə yazılıb. Ümumiyyətlə, web səhifədə olan bütün mətnin rəngini dəyişmək üçün text atributundan istifadə edilir. Bu da body teqinin içərisində yazılır. Və textin içərisində yazılan kod 4 dənə F 0-dır. Biz sarı rəngin kodunu simik rəng modelinə görə tapa bilərik. Biz burada necə eləyirdik? Rahat şəkildə rəngin kodunu tapmaq üçün özünə 00 yazırdıq, qalanlara da FF yazırdıq. Yəni, yellow sarı rəngdir də, özünə 0 yazanda həqiqətən də gəlib, bax, bu kod alınır. Yəni, düzgündür. Bütün mətnin rəngi sarı rəng olur. Mətndə arxa fon mavi rəngdədir. Arxa fonda buyucu color atributu iləndir. FF 4 dənə 0 verib. Mavi rəngin kodunu da RGB-dən ala bilərik. Blue mavi rəngdir də. RGB-də isə tərsini eləyirik. Özünə FF yazırıq rəngin kodunu almaq üçün. Qalanlarına 0. Axı bizdə belə verilməyib. Yəni verilən kod budur. Biz isə mavi rəngin kodunu belə aldıq. Yəni bu düzgün deyil. Bütün mətn yaşıl rəngdə yazılıb. Bu səhvdir, onsuz bayaq tapdıq ki, bütün mətn sarı rəngdədir. 9 xanadan ibarətdir. Xananın sayını tapmaq üçün sətir sayını sütun sayına vura bilərik. Yəni, burada 3 dənə sətir var. Sütunumuz da 1, 2, 3 dənədir. 3 vur 3, 9 dənə, bəli, xana var. Ya da belə də baxa bilərsiniz. 1, 2, 3 xana burada var. 1, 2, 3, 3 xana burada var. 1, TD açılıb qapanıb. Bu biri. Bu ikisi. Görün, bu TD-nin qapanışı. Yəqin ki, yazılışda səhv var. Bu TD-ni bağlamayıblar burada. Belə TD olmalıdır. Bu 2, bu da 3. 3 xana da burada var. Yəni 9 dənə xana eləyir.
2, 3, 6 doğru fikirlər olur.